əzizlərim, davam edirik Şir bürcü ilə. Yanvarın sonuna qədər Şir bürcünü nələr gözləyir? Deməli, həyatında dəyişikliklər, emosional dalğalanma, qeyri-müəyyənlik, gizli qalan mövzular üzə çıxmağı ilə sizin həyatınızda bəzi dəyişikliklər olacaq. Qarışıqlıq, xırda detalların çoxluğu, iynəni ot tayasında axtarmaq enerjisidir. Əsas məsələ diqqətdən qaça bilər. Ona görə diqqətli olmaq tövsiyə olunur. Maddi mövzu, rahatlıq, həzz, maddi istək, bəzən həddindən artıq maddiyyətə meyillilik ola bilər. Gizli iş, xırda hilə ola bilər, etibarsızlıq ola bilər. Kimsə sizin arxanızdan hərəkət edir və yaxud da kimsə sizdən sizə önəmli olan hər hansı bir məlumatları gizlədir. Yəni arxanızdan iş çevirənlər var, diqqətli olun. Kəskin söz, incitmə, qəfil konflikt ola bilər, həqiqət ağrılı şəkildə açıla bilər. Yəni bu sizə sanki bir zərbə kimi ola bilər. Ani partlayış, gözlənilməz xəbər, sürətli reaksiya, qəfil hadisələr baş verə bilər. Böyük ehtimal bu konfliktdən sonra olar. Hər şey birdən-birə aydın olmur. Səbir, intuisiya lazımdır. Ümumilikdə dəyişiklik prosesi başlayıb, amma qarışıqlıq var. Maddi, şəxsi maraqlar ön plandadır. Gizli niyyət, xırda hiylələr ay sonuna qədər üzə çıxacaq. Ani sözlər, hadisələr baş verə bilər. Yəni gözləmədiyiniz anda nələrsə baş verə bilər. Məsləhət olaraq kartlar deyir ki, tələsməməlisiniz, sakit qalmaq vacibdir. Nəyəsə alışqanlığı olanlar pul məsələlərində biraz qorxu, narahatlıq hiss eləyə bilərlər. Yeni yol gözləyir, yeni hədəf, romantik görüş gözləyir. Nəyisə qeyd edəcəksiniz, uğur olacaq. Sevgi məsələlərində, kupaları görürük, sevgi məsələlərində çox yaxşı gəlir. Yol göstərir, yeni yol, yeni hədəf, görüş, onun qeyd edilməsi, kutlaması